Salam, Venesiya vloguma xoş gəlmisiniz. Bu şəhər mənim ən çox getmək istədiyim şəhərlərdən biri idi və həqiqətən də tam olaraq xəyal etdiyim kimi gözəl bir şəhər idi. Özümü nağıllar aləmində hiss eləyirdim. Çox fərqli bir hava-havası var idi və insanlar çox istiqanlı idi. Demək olar ki, hər küçədə suvenir satan stendlər və ya mağazalar var idi. İlk dəfə idi bu qədər bolluğa düşmüşdüm. Mən tarixi qədim şəhərləri çox sevirəm və Venesiyada tam olaraq belə bir şəhər idi. Ona görə gördüyümüz hər nöqtədə belə heyranlıqla dayanıb baxırdıq. Buranı bir günə gəzib qurtarmaq olar və düşünürəm ki, o qədər də bahalı bir şəhər deyil idi. Yəni mən daha bahalı gözləyirdim, amma münasib qiymətə də nələrsə tapmaq olurdu. Bu şəhəri gəzərkən üzləşə biləcəyiniz tək problem xəritənin normal işləməməyidir. Çünki biz tez-tez itirdik və xəritə bizi hər dəfə su hövzəsi olan tərəfə çıxardırdı, yol qurtarırdı. Yəni məcbur olurduq, qayıdırdıq, başqa yol axtarmağa başlayırdıq. Hər dəfə şəkil çəkdirəndə əşyalarımızı şəxsi asılqanımızın üstünə atırdıq. Əminəm ki, bizə tur rəhbərliyi elədiyi üçün çox peşman idi. Belə dar və tənha küçələrə girəndə hər dəfə elə bilirdim ki, İtalyan mafiyaları tərəfindən qaçırılacağıq. Biz burada bir gecə qaldıq və hostelimizi Venisdən yox, Venice Mestre deyə bir şəhərdən tutmuşduq və bu şəhər Venisə çox yaxın idi. Qatarla cəmi 10 dəqiqəlik məsafədə yerləşirdi. Həqiqətən qiymət cəhətdən çox sərf elədi. Dostumuz Kafovskar Universitetində oxuyur deyə bizə universiteti göstərirdi. Universitetin arxa qapısı düz kanallara tərəf açılırdı. Mən fərqli nəsə görmədim. Eyni Bakı mühəndislikdə də belə idi. Burada Venesiyanın özünə məxsus olan bir şirniyyatını yoxladım və bəyəndim. Dadlı idi. Bu qədər idi. Sağ olun.